Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur. Bəli, artıq bir neçə gündür ki, həm Fövqəladə Hallar Nazirliyinin, həm də ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatları əhalinin diqqətinə çatdırılır. Amma bütün bunlara baxmayaraq hələ də bu küləkli havada dənizə üst tutanlar var. Hazırda əməkdaşımız Mürvət Zalikoğlu çimərliklərdən birindədir. Bu küləkli havada dənizdən bizə məlumat verəcək. Salam Mürvət, buyur, sizi eşidirik. Salam, hər vaxtınız xeyir olsun. Tamaşaçılarımızı da salamlayıram. Bəli, biz hazırda Xəzər rayonu Bilgəh qəsəbəsində dəniz sahilindəyik. Niyə buradayıq, niyəsini deyəcəm birazdan. Bəli, belə bir söz, belə bir deyim var. Çimmə, boğulma. Çox təəssüf ki, bu söz, bu deyim son illər aktuallaşıb. Niyə aktuallaşıb? Ona görə aktuallaşıb ki, məsələn, bu həftənin bazar günü, iyulun 26-sında Fövqəladə Hallar Nazirliyi və digər qurumlar əhaliyə xəbərdarlıq elədilər. Dedilər ki, iyulun 27-də və 28-də həftənin birinci, ikinci günləri hava küləkli olacaq və dalğanın hündürlüyü dənizdə çox olacaq. Dənizə getməyin, çimməyin, həyatınızı, övladlarınızın, özünüzün həyatını təhlükəyə atmayın. Amma növbəti dəfə deyilənlər hələ söz olaraq qaldı. Buna məhəl qoyan olmadı. Bəli, biz gəlmişik hazırda Bilgəh qəsəbəsinə, dəniz sahilinə. Operatorum hazırda göstərir. Yenə də dalğanın hündürlüyünə baxın, çimənlərə baxın, az yaşlı uşaqlar, böyüklər. İndi yaxınlaşıb soruşacaqsan, niyə övladının həyatını təhlükə atırsan, müxtəlif bəhanələr, müxtəlif fikirlər səsləndirəcək. Amma çox təəssüf ki, hadisə olanda olur və biz bunu dəfələrlə görmüşük, müşahidə etmişik ki, belə küləkli havalarda, dalğa hündür olanda vətəndaşlar gəlirlər, məhəl qoymurlar qadağalara, deyilənlərə və bədbəxt hadisələr baş verir. Bir məqamı xatırladacağım. Ötən gün Hövsanda təxminən belə bir hadisə baş vermişdi. Ana və 3 övladı ilə gəldi dənizə və 4-ünün də batmağı ilə bağlı xəbər gəldi və sonra məlum oldu ki, həmin 4 nəfərdən 13 yaşlı qız boğulub dənizdə, həyatını xilas etmək mümkün olmayıb. Təxminən iyulun 6-sında, bu ayın əvvəllərində Mərdəkanda ata və 3 övladı getdi dənizə axşam saatlarında. Hava da küləkli idi, dalğa hündür idi və həmin zaman ata və evladın biri xilas oldu, amma 2 evladı, bir nəfərin meyidi çıxarıldı, amma digər evladının meyidi hələ də axtarılır, tapılmır. Bax, hadisə belə baş verir. Biz yenə də bunu müşahidə edirik. Maraqlı məqam odur ki, və həm də təəssüf edən məqam odur ki, bu qədər hadisələr baş verir, bu qədər deyilənlər olur, amma vətəndaş olaraq, biz olaraq bundan bir nəticə çıxarmırıq. Və məsələnin ən dəhşətlisi odur ki, bura nəzarət olunmayan ərazidir, çimərlik ərazisi deyil və burada hər hansı bir müvafiq qurumun, Fövqəladə Hallar Nazirliyinin və digər qurumların da burada xəbərdar edici lövhələri yoxdur və yaxud da onların əməkdaşları yoxdur ki, orada boğulan olarsa kömək eləsin, çıxarsın. Çünki bura çimərlik ərazisi deyil. Bax, vətəndaşlar gəliblər, çimirlər, böyüklərə başa düşdüyü, amma uşaqlar var, az yaşlı uşaqlar var ki, və belə hadisələr baş verir, bədbəxt hadisələr baş verir ki, və sonda da deyirik ki, niyə oldu? Niyə biz dənizdə boğuluruq? Ona görə boğuluruq ki, deyilənlərə əməl etmirik. Ona görə boğuluruq ki, bu havaya məhəl qoymuruq. Bax, küləkli hava da hazırda. Ola bilər günəş çıxıb və hazırda dəniz sahilində kifayət qədər külək var, kifayət qədər dalğa var və sonda da biz dənizdə boğuluruq və bunda da günahı axtarırıq kimdəsə. Günah elə bəlkə özümüzdədir və bir məqamı qeyd edəcəm, bu mənim şəxsi, subyektiv fikrimdir və bəlkə də bu fikrə görə məni qınayanlar olacaq, amma deyəcəm. Məncə, belə hadisələrdə əgər övlad uşaq batırsa, boğulursa və ana, ata onu gətirib dənizə və bu bədbəxt hadisə baş verirsə və həmin uşaqların, övladlarının ölümünə görə birbaşa ana və ata günahkardır, onlar da onun qatili, günahkarı. Bəli, məndən bu qədər, söz sizdə. Bununla bağlı bir reportajımız olacaq və yaxınlaşıb o valideynlərdən soruşacağım ki, niyə bu küləkli havada övladını dənizə gətirmişsən ki və sonda da bədbəxt hadisələr baş verir. Söz sizdə.